Biləsuvar rayonunda dəhşətli yol qəzası baş verib. 5 nəfər faciəvi şəkildə həyatını itirib. Ajansımız xəbər verir ki, hadisə Biləsuvar rayonunun Bağbanlar kəndi ərazisində axşam saatlarında baş verib. Məlumata görə kənd daxili yolda hərəkət edən Lexus markalı mini avtomobili naməlum səbəbdən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq yol kənarındakı kanala aşıb. Hadisənin ən dəhşətli tərəfi isə ondan ibarətdir ki, avtomobildə olan 5 nəfər kanalın içində suda boğularaq vəfat edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanları cəlb olunub. Təəssüf ki, xilasetmə işləri zamanı avtomobildə olan şəxslərin artıq həyatını itirdiyi müəyyən edilib. Faktla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri, avtomobilin texniki vəziyyəti, sürücünün kimliyi və digər detallar ekspertiza və istintaq nəticəsində müəyyən ediləcək. Bu faciə Biləsuvar sakinləri və ümumilikdə cəmiyyəti dərindən sarsıdıb. Həlak olanların şəxsiyyətləri və onların ailələrinə dair əlavə məlumatlar yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir. Allah rəhmət eləsin.